İbn Ömer'dən gələn hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Allahın nemətləri barəsində düşünün. Şeyx Əlbani rahimehullah bu hədisi silsilə sahihədə Şeyx rahimehullah bu hədisi həsənləşdirib. Həmin bu qeyd etdiyimiz hədisi. Ümumiyyətlə müəllif Şeyx Abdurrazaq, Allah onu və atasını qorusun, buyurur ki, ümumiyyətlə təfəkkür etmək, düşünmək, insanın düşünməsi qəlbi ibadətlərdən sayılır. Yəni içəridə olan, daxildə olan bir şeydir bu əsl düşünmə, əsl fikirləşmə yeri. Ona görə də onun qəlbində yerləşməsinə görə bu təfəkkürün və bunun da insana böyük faydaları var. Və hətta Quran-ı Kərimə baxsaq, Allah Subhanahu va Taala bir çox ayələrdə bizə təşviq edir ki, fikirləşək. Məxluqatların barəsində olsun, düşünmək, fikirləşmək. Və həmçinin Allah Azza və Cəllə ayət-i kərimələrdə baxsaq buyurur ki, düşünənlər üçün də gözəl nəticələrin olduğunu buyurur. Və həmçinin də düşünənləri Allah Azza və Cəllə tərifləyir öz kitabında. Məsələn, ayət-i kərimələrə baxın, diqqət edin, hamısında təfəkkür kəlməsi keçir. Məsələn, Bəqərə surəsi 219-da Allah Azza və Cəllə buyurur ki, "Kəzəlikə yubeyyinullahu lekumul ayət." Biz deyir sizə beləcə ayətlərimizi açıqlayırıq ki, "Ləalləkum tətəfəkkərun." Bəlkə düşünəsiniz. Yəni bu ayənin əvvəl nədən bəhs edir? Spirtli içkinin haram olmasından, sərxoş edici içkilərin haram olması və həmçində Allah yolunda sədəqənin infaq edilməsi, sədəqənin verilməsi barəsində danışandan sonra Allah Subhanahu va Taala buyurur ki, biz bunları sizə beləcə açırıq ki, bəyan edirik ki, bəlkə siz düşünəsiniz. Və həmçində başqa ayət-i kərimədə Allah Azza və Cəllə buyurur ki, "İnnə fī zəlikə ləayətin liqavmin yetəfəkkərun." Doğrudan da bunların hamısında düşünən insanlar üçün, təfəkkür edən insanlar üçün nədir? Bir nişanələr var, ayətlər var. Ayənin əvvəl necədir? Yəni Allah Azza və Cəllə buyurur ki, biz göyləri yaratmışıq, dirəksiz olaraq yaratmışıq və sonrası Allah Azza və Cəllə ərşin üzərinə istiva eləyib, ərşin üzərinə yüksəlib və sonrası Allah Subhanahu va Taala günəşi və ayı ram edib və bütün işləri qaydasına qoyub və ayələri beləcə bizlərə geniş izah edib. Və bunlardan sonra Allah Azza və Cəllə buyurur ki, yəni bu qədər yaradılış kimlər üçündür? Kimi ancaq bunları fikirləşə bilər? Ancaq iman əhli, iman sahibi olan insanlar düşünürlər ki, doğrudan Allah Azza və Cəllə bu cür göyü, yəni o cür səmanı dirəksiz yaradıb. Və həmçində başqa ayət-i kərimədə Allah Azza və Cəllə buyurur ki, وَتِلْكَ الْأَمْثَالَ نَضْرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ. Bizdir bu misalları insanlara çəkirik ki, bəlkə onlar düşünsünlər. O da hansı misaldır? Allah Azza və Cəllə ayət-i kərimənin əvvəlində buyurur ki, əgər bizdir bu Qur'anı bir dağa nazil etsəydik, səndir onun Allahın qorxusundan paramparça olduğunu görərdin. Halbuki insan öz üzərində ətdən olan bir qəlbi daşıyır, yumuşaq bir qəlbi daşıyır. Amma bununla yanaşı görürsən ki, Allah Subhanahu va Taala o muizələri, o vaazları, istər ayələr olsun, istər Peyğəmbər hədislər olsun, heç bir o qəlbə təsir eləmir. Deməli, həqiqətən də ağıllı insan düşünür ki, Subhanallah, yəni əgər Allah Azza və Cəllə o əmirləri, qadağaları dağlara nazil etsəydi, dağlar Allahın qorxusundan paramparça olardılar. Hansı ki, o cürünə möhkəm qayalardan, o cürünə möhkəm daşlardan əmələ gəlmiş dağlar tikə-tikə olardılar. Bunu düşünən insan fikirləşir ki, bəli, deməli, bu ayələri fikirləşməyə, tədəbbür etməyə, təfəkkür etməyə ən haqlı olan kimdir? İnsandır. Ən haqlı olan insandır. Çünki Allah Subhanahu va Taala bilirsiniz ki, insanlara və cinlərə yalnız ona ibadət etsinlər deyə yaradır. Allah Subhanahu va Taala buyurur ki, "İnne fi xalqis semawati vel ard və ixtilafil leyli ven nahar laayatin liulil albab." Allah buyurur ki, həqiqətən göylərin yaradılışında, yerlərin yaradılışında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, ardı-ardına gəlməsində düşünənlər üçün, ağıl sahibləri üçün nədir? Bir nişanələr var. "Ellezine yezkurunallaha qiyaman və qu'udan və ala cunubihim." Onlar ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edərlər. "Və yetefekkeruna fi xalqis semawati vel ard." Göylərin və yerlərin yaradılışı barəsində düşünərlər və deyirlər ki, "Rabbana ma xalaqta hada batilan subhanak faqina azabannar." Ey Rəbbimiz, sən bunları boşu-boşuna yaratmamısan. Sən paş və nöqsansızsan, bizi cəhənnəm atəşindən qoru. Deməli, o düşünən insanlar dərhal deyirlər ki, ey Rəbbimiz, sən bunları boşu-boşuna yaratmamısan. Deməli, sənin yaratmana bir hikmət var.
Və çünki sən bundan pak və münezzəhsən. Heç vaxtı sən bir şey əbəs yeri yarada bilməzsən. Nəyi yaratmışsansa, nəyi göndərmişsənsə, hamısında bir hikmət var. Və sonra isə onlar dua edirlər ki, ey Rəbbimiz bizi cəhənnəm ateşindən qoru. Deməli, buyurur ki, müəllif, Allah onu qorusun. Ümumiyyətlə, təfəkkür etmək insanın, dedi ki, bu təfəkkür ibadətdir də, məlumunuz oldu və qəlbi ibadətlərdən sayılır. Uca ibadətlərdəndir, uca qulluqdan sayılır. Ümumiyyətlə, təfəkkür etmək, insanın düşünməsi bütün xeyirlərin açarı və bütün nicatın, qurtuluşun əsasıdır. Və həmçinin də alimlər buyurur ki, bütün fəzilətlərin mənbəyi də təfəkkür. Və həmçinin təfəkkür etmək, qəlbi ibadətlərin, qəlbi qulluğun ən əzəmətli qulluqlardan sayılır təfəkkür etmək. Təfəkkür, düşünmək insanı qəflətdən oyanışa və həmçinin insanı aslikdən itayətə, insanı aşağı olmaqdan ucalığa, insanı alçaq olmaqdan ən uca məqamlara yüksəldir. Və bu düşünməyin, Allah üçün düşünməyin faydalarındandır.